Dostlarımla birlikdə imtahana hazırlaşıram, onlardan daha çox oxuyuram. Amma oxuduqlarım yadımdan çıxır. Sınaqlarda isə həmişə daha aşağı nəticə alıram. Sizcə səbəbi nədir? Əgər oxuduqlarımız dərhal bizim yadımızdan çıxırsa, bunun səbəbi düzgün olmayan öyrənmə strategiyalarıdır. Bir çoxumuz necə öyrənəcəyimizi bilmirik, yanlış öyrənmə strategiyalarından istifadə edirik. Buna görə də oxuduqlarımız dərhal bizim yadımızdan çıxır. Çünki yaddaşın iki növü var, müvəqqəti və daimi. Əgər beyni düzgün işlətməyin qaydasını bilmədən öyrənməyə çalışsaq, informasiyalar istənilən halda bizim müvəqqəti yaddaşımıza saxlanılacaq və çox keçmədən beyin bu informasiyaları lazımsız hesab edib siləcək. Bu səbəbdən də öyrəndiyimiz informasiyaların içinə düzgün şəkildə duyğular qatılmalı, beynin sağ və sol yarımkürələri balanslı istifadə olunaraq öyrənmə prosesi təmin olunmalıdır. Bunun üçün isə fotoqrafik yaddaş texnikalarından istifadə oluna bilər.